Ənəs, Allah ondan razı olsun, rəvayət edir ki, Allah elçisi, ona Allahın salavatı və salamı olsun, səhabələrindən bir nəfəri cahillərin başçılarından birinin yanına göndərdi ki, onu uca Allahın dininə dəvət etsin. O dedi, məni dəvət etdiyin Rəbbin dəmirdəndir, yoxsa misdən, bəlkə gümüşdəndir və ya qızıldan. Səhabə gəlib onun dediklərini Peyğəmbərə xəbər verdi. O da yenidən səhabəni onun yanına göndərdi. Cahil yenə dediklərini təkrar etdi. Peyğəmbər üçüncü dəfə səhabəni onun yanına göndərdi. Cahil bu dəfə də dediklərini təkrar etdi. Səhabə gəldi, onun dediklərini xəbər verdi və uca Allah onu ildırımla vurub yandırdı. Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurdu. Həqiqətən uca Allah onu ildırımla vurub yandırdı. Uca Allah da bu ayəni nazil etdi. Göy gürültüsü həmd edərək ona təriflər deyir. Mələklər də onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki o, şiddətli cəza verəndir. Ər-Rəd surəsi 13-cü ayə. Əbu Yələ 3341.